Gündəlik hazırladığım iftar menyularından birini sizinlə bölüşürəm. Çalışıram həm vitaminli olsun, həm tez başa gəlsin, həm də ləzzətli olsun. Bu yeməkləri hazırlamağım 1 saat aldı. Bol vitaminli şorba, və yanında əlbəttə börək və bulgur hazırladım. Əvvəlcə yaxınımızda yerləşən Sərfəli alış-verişin tək ünvanı olan Almarketə yollandım. Çünki Almarketlərdə xoş gəldin Ramazan kampanyası var. Hər zaman endirimdə olan məhsullarla yanaşı bir çox məhsulda da olduqca böyük endirimlər var idi. Düyü, toyuq, xurma, pendir, xama, yağ, niyat üçün olan məhsullar və bir sıra təmizlik məhsulları da əla endirimdə idi. 25 fevrala kimi davam edən xoş gəldin Ramazan kampanyasından mütləq yararlanın. Həm bol, ləzzətli yeməklər hazırlamaq, həm də qənaət etmək istəyirsinizsə mütləq Almarketə yollanıb hər zaman endirimlərdən yararlana bilərsiniz. Alış-verişimi edib evə gəldim və yeməkləri hazırlamağa başladım. Yeməklərin reseptini postun altına qeyd edirəm. Burada isə börəyin sozunu hazırlayıram. Olduqca asan hazırlanan lavaşdan börək olmasına baxmayaraq su börəyi dadında ləzzətli bir börək alınır. Ailə büdcəmizə qənaət edərək olduqca doyumlu və ləzzətli, eyni zamanda vitaminli menyu hazırladım. Hər birinin hazırlama qaydası videoda aydın şəkildə görünür, reseptini isə açıqlama bölməsində tapacaqsınız. Allah tutduğunuz oruçları, etdiyiniz duaları qəbul etsin.